Salam. Bugün sənin üçün təqdim etdiyim mənbəyə yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunundan seçilmiş hissələrə daha dərindən baxacağıq. Salam. Məqsədimiz aydındır, bu rəsmi sənəddən ən vacib anlayışları, qaydaları və necə deyim, hüquq və vəzifələri sənin üçün aydınlaşdırmaq. Gəl görək bu qanun mətnində hansı maraqlı, bəlkə də heç gözləmədiyimiz məqamlar var. Bu qanun əslində yollarımızda nizam-intizam və təhlükəsizliyin, belə deyək, təməldaşıdır. Elədir. Mənbədə də gördüyümüz kimi çox sayda təriflər, qaydalar var ki, bizim gündəlik həyatımıza birbaşa təsir edir. Gəl elə əsaslardan, bəzi vacib terminlərdən başlayaq. Nə deyirsən? Əla olar. Məsələn, qanunda avtomagistral anlayışı var. İlk baxışdan, yəni adi bir yol kimi görünür, amma onun fərqi nədədir? Hə, avtomagistral. Və bir də bu son dövrlər şəhərlərimizdə çox sürətlə yayılan kiçik elektrik nəqliyyat vasitələri, yəni o skuterlər, qanun onlara necə yanaşır? Bax, avtomagistral qanunun tərifinə görə sırf yüksək sürətli avtomobil hərəkəti üçündür. Tamamilə fərqlidir. Yüksək sürət. Bəli, onun əsas fərqləndirici cəhətləri var. Adətən hərəkət istiqamətləri arasında ayrıcı zolaq olur, sonra digər yollarla, dəmir yolu xətləri ilə ya da piyada velosiped zolaqları ilə eyni səviyyədə kəsişmir. Yəni körpülər, tunellər olur. Anladım. Və ən əsası, orada dayanmaq, durmaq qəti qadağandır. Ancaq xüsusi işarələnmiş yerlər ola bilər. O da nadir hallarda. Məqsəd sürəti qorumaqdır. Deməli, tam tranzit yoludur. Ay sağ ol. Kiçik elektronik nəqliyyat vasitələrinə gəlincə, yəni skuterlərə, qanun onları çox dəqiq təsvir edib. Bir nəfərlikdir, mühərrik gücü 1 kilovatdan çox olmamalıdır, çəkisi də 55 kiloqramla ağır olmamalıdır. Hə, limitlər var deməli. Bəli, bu limitlər yəqin ki, onları mopedlərdən fərqləndirmək üçündür. Həm də səkilərdə, velosiped zolaqlarında daha təhlükəsiz hərəkət etsinlər deyə. Onların hərəkəti üçün də elə velosiped zolaqları, cığırları nəzərdə tutulur. Çox aydın izahdır, təşəkkürlər. Deməli, hər bir yol növünün, hər nəqliyyat vasitəsinin öz qaydaları var. Bəs ümumiyyətlə, yol hərəkəti iştirakçıları, sürücü olsun, piyada, hətta sərnişinlər, onların qanunla müəyyən edilmiş əsas vəzifələri, hüquqları nələrdir? Məsələn, bu təhlükəsizlik kəməri məsələsi ya da piyadalar harda getməlidir? Bunlar necədir? Əlbəttə, hər kəsin öz məsuliyyəti var. Sürücülər üçün başlayaq. Vəzifələr çoxdur. Sürücülük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi kimi sənədlər mütləq üstündə olmalıdır. Bu, bir mənalıdır. Hə, o aydındır. Sonra, təhlükəsizlik kəməri. Əgər avtomobildə varsa, kəməri taxmaq və sərnişinlərin də taxmasını təmin etmək birbaşa tələbdir. Düzdür, istisnalar var. İstisnalar, məsələn? Məsələn, 12 yaşa qədər uşaqlar üçün xüsusi oturacaqlar, hamilə qadınlar, amma bunlar həkim rəyi ilə olmalıdır. Ya da geriyə hərəkət edən sürücü. Amma ümumi qayda budur. Kəməri taxmalısan. Həmçinin nömrə nişanını təmiz saxlamaqda sürücünün vəzifəsidir. Görünməlidir. Bəs piyadalar? Piyadalar isə ilk növbədə səkilər və piyada zolaqları ilə getməlidirlər. Bu vacibdir. Əgər bunlar yoxdursa, onda yolun kənarı, çiyin hissəsi ilə hərəkət edə bilərlər. Amma necə? Nəqliyyatın hərəkətinin əksinə. Hə, əksinə ki, maşınları görsünlər. Düzdür. Velosiped və o dediyimiz kiçik elektrikli vasitələri sürənlər də əsasən yolun sağ kənar zolağı ilə nizamlı şəkildə getməlidirlər. Hüquqlara gəldikdə isə hər kəsin yollarda sərbəst və təhlükəsiz hərəkət etmək hüququ var. Və maraqlı bir məqamda odur ki, qanun deyir, hər kəs yol hərəkəti şəraiti, məhdudiyyətlər, hətta özünə aid cərimələr, ballar barədə rəsmi mənbələrdən onlayn məlumat ala bilər. Bu da bir hüquqdur. Bu, onlayn məlumat əldə etmə imkanı həqiqətən çox rahatdır. Texnologiya demişkən, parklanma mövzusu da mənbədə deyəsən geniş yer tutur. Ödənişli parklanma və bunun üçün elektron sistemlərin tətbiqi, bu biraz yenilikdir, eləmi? Bəs bu, fərdi parklanma talonu nə olan şeydir? Kimlər üçündür bu? Doğrudur. Parklanma qaydaları da xeyli müasirləşib. Parking yerləri ödənişli və ya ödənişsiz ola bilər. Ödənişli zonalarda ödəniş indi əsasən elektron üsullarla olur, ya mobil tətbiqlə, ya da SMS vasitəsilə.
Aha. Hətta qaydalara əməl olunmasına nəzarət də əsasən kameralarla, yəni xüsusi texniki vasitələrlə aparılır. O fərdi parklanma talonu isə çox maraqlı bir güzəştdir həqiqətən. Necə yəni? Qanuna görə, əgər sən ödənişli parklanma zonasının əhatə etdiyi ərazidə qeydiyyatdasan, yəni orada yaşayırsansa, öz şəxsi minik avtomobilin üçün həmin zonada pulsur parking hüququ verən elektron talon ala bilirsən. Ha, çox yaxşı. Bu ki, sakinlər üçün böyük rahatlıqdır. Bəli, məhz elə. Bundan başqa, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün və bir də elektrik mühərrikli avtomobillər üçün xüsusən enerji doldurmaq məqsədi ilə ayrıca yerlərin ayrılması da qanunun tələbidir. Yəni bu məsələlər də nəzərə alınıb. Bu elektron parklanma nəzarət sistemi çox səmərəli səslənir. Bu məni düşündürür ki, görəsən texnologiya sürücülərin qaydalarla münasibətini başqa necə dəyişir? Məsələn, maşını qeydiyyata almaq ya texniki baxışdan keçirmək, bunlar da rəqəmsallaşıb. Tamamilə. Elektronlaşma dalğası qeydiyyat və texniki baxış proseslərini də, belə deyək, əhatə edib. Qanun tələb edir ki, maşını aldınsa 10 gün ərzində qeydiyyata salmalısan. 10 gün? Bəli. Adətən 18 yaşdan yuxarı olmalısan, amma moped, motosiklet üçün bu hədd 16 yaşdır. Əsas məsələ odur ki, indi həm qeydiyyat, həm sürücülük vəsiqəsini almaq və ya dəyişdirmək, həm də texniki baxış üçün elektron qaydada müraciət etmək olur. Yəni, evdən çıxmadan? Əsasən hə. Və ən yaxşısı odur ki, lazım olan bir çox sənədi, məsələn, şəxsiyyət vəsiqəsinin məlumatlarını, müvafiq qurumlar elektron hökumət informasiya sistemi vasitəsilə özləri əldə edirlər. Bu da vətəndaş üçün əlavə qaça-qaçın vaxt itkisinin qarşısını alır. Hə, bu əladır. Texniki baxışın nəticəsi də artıq kağız talonla deyil, əsasən elektron talon şəklində rəsmiləşdirilir və birbaşa sürücünün elektron kabinetinə göndərilir. Bu da prosesi xeyli şəffaf və sürətli edir. Beləliklə, sənin təqdim etdiyin bu qanun çıxarışlarına baxdıqda görürük ki, Azərbaycanın yol hərəkəti qaydaları heç də statik deyil. Zamanla, texnologiya ilə ayaqlaşır, inkişaf edir. Təriflərdən tutmuş sürücü vəzifələrinə, parklanma, qeydiyyat kimi gündəlik işlərə qədər hər yerdə rəqəmsallaşma, müasirləşmə hiss olunur. Dəqiq olaraq, mənbədən çıxan əsas fikir məncə budur ki, məqsəd təkcə qayda yaratmaq deyil. Həm də bu qaydalara əməl etməyə asanlaşdırmaq, prosesləri daha səmərəli etmək lazımdır. Nəticədə isə hamı üçün daha təhlükəsiz, daha rahat bir yol mühiti yaratmaq. Tamamilə razıyım. Bütün bu məlumatlar fonunda sonda sənin üçün bir düşüncə toxumu səpmək istərdim. Belə bir sual. Görəsən, bu cür dərinə işləmiş elektron sistemlər, yəni qeydiyyatdan tutmuş ödənişlərə, nəzarət kameralarına, elektron sənədlərə qədər gələcəkdə təkcə bizim rahatlığımız və ya proseslərin səmərəliliyi üçün deyil, bəlkə də yol hərəkəti təhlükəsizliyinə və bizim sürücülük vərdişlərimizə hansısa gözlənilməz, bəlkə də heç ağlımıza gəlməyən təsirləri ola bilər. Bu, məncə, üzərində düşünməyə dəyər bir məsələdir.